Azərbaycanın Xəzər dənizində 150 giqavatlıq deməli yaşıl enerji potensialı var. Bizim quru sahəsində 27 giqavatlıq enerji, yaşıl enerji gücünə, potensialına malikik. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 10 giqavatlıq enerji potensialına malik. Və artıq 32 su elektrik stansiyası fəaliyyət göstərir, daha 30'u açılmalıdır. 270 megavatlıq bizim artıq Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji istehsalı reallaşdırılır. Və daha 30 su elektrik stansiyası tikib biz bunu 500 megavata çatdırmaq istəyirik. Və bizim ayrı-ayrı tərəfdaşlarımızla yaşıl enerji sahəsində imzalanmış müqavilələr əsasən Azərbaycan təxminən 6.5 deməli giqavatlıq yaşıl enerjini ixrac etməyə planlaşdırır. Bunu hasil edib ixrac etməyə planlaşdırır. Yəni cənab prezident faktlarla, arqumentlərlə qarşı tərəfə sübut etmək istəyirdi və buna da nail olurdu ki, siz bizə fərqli baxın. Biz sadəcə yanacaq enerji istehsal edən ölkə deyilik. Biz COP29'u keçirmiş və yaşıl enerji siyasətinə prioritet verən dövlətlik. Bizim bu sahədə addımlarımız var və eyni zamanda bilirsiniz ki, indi texniki hesablama işləri getməkdədir. Azərbaycanın yaşıl enerjisi Qara dənizin dibi ilə Gürcüstan, Rumıniya, Macaristan ərazisinə gedib çəkilişi nəzərdə tutulur. Bunlar hamısı onu göstərir ki, bizim üçün prioritet sahə yaşıl enerjidir. Sadəcə biz yanacaq enerjisindən əldə etdiyimiz gəlirlər bu sahəyə yönəldirik. Həm də bu axı sizin üçün, Avropa ölkələri sizin üçün əhəmiyyətlidir. Və dövlətimizin başçısı bu konteksti vurğuladı ki, biz yaşıl enerjiyə keçdikcə, biz su elektrik stansiyalarının sayını artırdıqca, deməli ona nail olur ki, su elektrik stansiyalarına verilən qaza ehtiyac daha qalmır. O ixtisara düşür. Artıq o qazdan... Qənaət olunmuş... Bəli, qaza qənaət edilir və həmin qənaət edilmiş qazı sizə satılır, sizə veririk. Yəni, bütün mənalarda burada udan tərəfi yoxdur. Udan Azərbaycandır, tədarükçü kimi, istehsalcı kimi, udan bütün transit ölkələrdir və təbii ki, xeyli bundan qazanan və uduşlu vəziyyətdə olan istehlakçı ölkələrdir və onların da sayı bu günləri hələ ki, bugün 12 dövlətə gəlib çatıb.